Mən Hüseynəm Əli oğlu, cəddim Rasulullah, anam Fatimə. Və mübarizə apardı, bir yer idi ki gəldi, o yerdə deyilər. Həzrətə yaxın özlə məsafədən idi, mən bunu istədiyim yaxın məsafədən biri möhkəm daş attı, gəldi alnıma deydi. Alnından qan töküldü, bir qan elə tökülür, saqqalı boyandı. Saqqal. Sonra deyir, o köynəyiyle ki istədi qanı silsin, qaldıranda 3 şöbəli oxu düz ürəyinə vurdular. Ürəyinə batandan sonra deyir, oxu çıxartdı. Oradaydı ki yıkıldı yere, yıkılanda dedi Bismillah ve billah ala milleti Resulullah. Bir ses özü, bunu o dedi. Bir ses semadan geldi. Vallah kutile Hüseyin ibn Ali ibn Abi Talib. And olsun Allah'a, Hüseyin şehit oldu. Bir ses de Erş-i A'ladan geldi. Ya eyyetühen nefsul mutmainne. Ey aram nefs, irci qayıt mənə Hüseyin, irci ilə Rabbiki. Razıyatan mən deyim, qayıt.